Deməli, bugünlərin belə bir sınavın həllinə baxacağıq. Gördüyünüz kimi deyir ki, y mayı olduğu halda temperatur intervalında, yəni hansı ifadələr doğrudur? Bax, y mayı halı 50 ilə 95 arasıdır. Düzdür? İndi x isə 35-də əriyir, 110-da qaynayır. Yəni 50-95 arası temperaturlarda x 50, bax 50 düşür x-dən hara? Maye halına. 95 hara düşür? O da maye halına. Deməli, x maddəsi maye halında olacaq. İndi y-in maye olduğu intervalda görək z nə haldadır? Z 25-də çoxlanan əriyib və 70-də qaynayacaq. Düzdür? İndi bizə lazımdır 50-95 aralığı. 50 və 95 aralığı, bax 50 hara düşür? Maye halına. 95 hara düşür? Artıq qaz halına. Deməli, bizə deyir ki, z bərkdir. Xeyr, z bərk deyil. Mayeye düşür. Bir müddət sonra artıq temperatur artdıqca o qaza çevrilir. Yəni, yalnız cavab burada 1 doğrudur. Sonra deyir ki, eksotermik prosesi göstərin. Suyun buxarlanması, su buxarının kondensasiyası, üzr istəyirəm. Su buxarının kondensasiyası nə idi? Biz demişdik ki, hansı proseslər eksotermikdir? Əgər molekullar bir-birinə yaxınlaşırsa, yəni birləşmə reaksiyalarına oxşuyur da, bir-birinə yaxınlaşır. Bayaqlarım qaz halındaydı, kondensasiya olub yaxınlaşır. Birləşmə reaksiyası kimi beynimizə saxlayaq ki, birləşmə reaksiyaları eksotermik daxil müsbət 2-dür. Bu da eyni ilə eksotermik olacaqdır. Məsələn, qurğuşunun əriməsi, ərimə zamanı molekullar bir-birindən uzaqlaşırlar. Yodun sublimasiyası bərkdən qaza keçiddir, düzdür? Bərkdən qaza keçiddə də uzaqlaşır molekullar. Suyun buxarlanması mayədən qaza keçiddir. Əhəng taşının parçalanması, bu da parçalama reaksiyasıdır. Parçalama reaksiyalarının əksəriyyəti nə idi? Endotermik idi. Bizə lazımdır eksotermik olsun, ona görə Y bəndi. Sonra burada deyir ki, 3-də hidrogen və dəm qazından ibarət qaz qarışığının helyuma görə nisbi sıxlığı 3,75-dir. Qarışıqdakı hidrogenin həcm payını tapın. Baxın, helyuma görə nisbi sıxlıq deyəndə, yəni bu iki qaz qarışığının M ortasını, yəni orta molyar kütləsini, baxın, əgər söhbət nisbi sıxlıqdan gedirsə, mütləq M orta tapılmalıdır. Yəni qaz qarışığının orta molyar kütləsi tapılmalıdır. Qaz qarışığının orta molyar kütləsini helyumun kütləsinə böləndə 3,75 düşür. Çünki nisbi sıxlıq nədir? Bir qazın və ya bir qaz qarışığının digər qaza nisbətən daha kütlə nisbətidir. Yəni nə qədər ondan ağırdır, neçə dəfə ağırdır, neçə dəfə. Aha. İndi biz gördük ki, 3,75-dir helyuma görə nisbi sıxlığı. Yəni M ortanı helyuma böləndə 3,75 edir. Və bunu götürüb 4-ə vururam. Niyə? Çünki helyuma görədir də. M ortanı, yazaq, M orta bölünsün, helyum bərabərdir 3,75. Helyumda 4 olduğuna görə 3,75-i 4-ə vuranda edir 15. Aha. Deməli, M ortanın qiyməti 15-dir. Yazırıq M 15 bərabərdir. İndi bilmirəm də nə qədərdir? A mol, B mol. 2A plus 28B bölünsün A plus B. Çünki M1 nü1, M2 nü2 bölünsün nü1 plus nü2 düsturudur. Düzdür? Buradan tənliyi hesablayırıq. Və biz A-nın B-yə bərabər olduğu qiyməti alırıq. Bizə də deyir ki, hidrogenin həcm payını, yəni sadəcə həcm, kütlə payı istəmir. Həcm payı deyəndə kimi soruşursa, o soruşulanın həcmini surətə, məxrəcə isə ümumi qaz qarışığında həcmlərin cəmini yazırıq. A bölünsün 2A. Vurulsun 150% C bəndi. Sonra 4-cü sualda deyir ki, X, Y, Z elementlərinin proton saylarının azalma ardıcılığı ilə düzün. Proton saylarının azalma. Baxın, burada deyir 4-cü dövr 2-ci A qrupudur. 4-cü dövr 2A. Burada proton sayı 20-dir. Burada deyir ki, 4-cü dövr 6B. 6A. A dediyinə görə biz bilirik ki, sonuncu təbəqədə elektron sayı elə onun qrup sayıdır. Düzdür? 4-cü dövr 6A. Biz bilirik ki, 4-cü dövr tamamlanır. Tamamilə 10-a çatır ki, bura 6 olsun. Yoxsa demişdik, yadınızdadır, 2-də dayanırdı. 21-dən 30-a kimi, 21-dən 30-a kimi, 21-30 intervalında 3D səviyyəsi də olurdu. Düzdür? 21-dən 30-a kimi 3D səviyyəsi də olurdu. Lakin biz görürük ki, 2-də dayanmayıb. D səviyyəsi artıq 6-ya qalxıb. Deməli, o 10-a tamamlanıb. 3D 10, yəni artıq 30-u keçmişik. Yəni bu intervalı artıq bitirmişik. Yəni əsas yarım qrupa keçmişik artıq. Əlavə yarım qrup dövrü bağlanıb. Ona görə də buradan onu heç vaxt unutmaq olmaz. Hesablayırıq, bu 34 eləyir. Z-də də deyir ki, 4-cü dövr 7B. 4-cü dövrü 4 çəkirəm. 7B deyəndə bilirsiniz ki, sonundakı B-də necə hesablanır? Qrup nömrəsi B-də sonuncu energetik səviyyə ilə D-nin üstü toplanmalıdır. Yəni 3D-nin üstü toplanır. 25 eləyir və bizə də deyir ki, proton sayının azalma ardıcılığı ilə düz. Ən kiçik olan, ən çox olan 34-dür. Azalma deyir axı. 25 sonra da 20 olacaq Y bəndi. Sonra 5-də deyir ki, 5-də X mənfi 3, Y mənfi 2, Z müsbət 2 iyonlarının elektron formulu 3s2-3p6 idi. Yəni 3s2-3p6 bizə nədir? 18. Deməli, hər biri özünü oktet səviyyəyə tamamlayıb. Burada deyir ki, X, Y, Z atomları üçün hansı ifadələr doğrudur? Birinci biz bunların nəyini tapaq? Proton saylarını tapaq, düzdür? 15-dir X-də, çünki mənfi 3 alıb 3 elektron, deməli əvvəl 15 imiş və yaxud sol çıxsaq alınır yük. İndi burada da mənfi 2-dir, sol çıxsaq alınır yük. Yəni neçədən 18 çıxanda mənfi 2 qalır və yaxud geri dönüş baxaq. Elektron sayı 18-dir, mənfi 2 mənfi almaq deməkdir. Deməli əvvəl 16 imiş ki, ikisini alıb 18 olub. Müsbət 2 18 olub. Deməli əvvəli neçə imiş ki, verib ikisini verib müsbət axı verməkdir, alıb 18. Ona görə biz deyirik ki, bu da 20-dir. Bizə deyir ki, eyni dövrdə yerləşirlər. Xeyr, eyni dövrdə yerləşmədi gördüyünüz kimi.
3, 3, 4-cü dövr. 20 axı 4-cü dövrdür. Bir səhvdir. 2 nüvənin yükü ən böyük olan Z-dir. Düzdür. Nüvəsinin yükü ən böyük olan Z-dir. 20. İyonlaşma enerjisi ən böyük olan Y-dir. İyonlaşma enerjisi ən böyük olan Y-dirmi? Bəli, bəli. İyonlaşma enerjisi ən böyük olan Y-dir. Çünki qrupunun nömrəsi getdikcə dövr üzrə soldan sağa getdikcə iyonlaşma enerjisi artır. Baxın bu ikinci A qrup elementidir, 2-dir. Bu biri neçənci qrup elementidir? 5-cidir. 5-ci A qrupdur. Bu isə 6-cı A qrupudur. Y-də bizə demişik ki, iyonlaşma enerjisi soldan sağa doğru getdikcə, yəni qeyri-metallığa doğru getdikcə iyonlaşma enerjisi ən böyük olur. Y düzdür. 2, 3, Y bəndi. C bəndi. Sonra 6-da deyir ki, X, Y, Z elementlərinin iyonlaşma enerjilərinin artma sırası ardıcılığı ilə düz. İyonlaşma enerjisi yadınızda qalsın. Bax sola, sağa, üzr istəyirəm, sağa və yuxarı artır. Deməli belə yazacağıq. Y, Z, X. Aydın məsələdir, çox asan tezdir. Gəldik. Qum, dəmir qırıntıları kalium xloriddən ibarət qarışıq. Qum suspenziyadır, suspenziya. Dəmir qırıntısı maqnitə təsir etməklə ayırmaq olar, yada saxlayaq. Kalium xlorid isə demişdik, kimin içində kalium var? Nə idi o? Yaxşı həll olur, homogen sistemdir. Deməli, birinci bunu neyərəm? Birinci maqnitə təsir edərəm, dəmiri ortadan çıxardaram ki, getsin içinə. Sonra üzərinə su gələrəm, çünki kalium xlor suda yaxşı həll olur, qum isə həll olmur, suspenziyadır. Kalium xlor həll olur, qum həll olmur. Ona görə üçüncü addım onu süzərəm, qumu. Dördüncü addımda isə buxarlandırma üsulundan istifadə edirəm. 3, 4, 2, 1 cavab C bəndi doğrudur. Burada deyir ki, X bərk alınan qaz halına çevrilməsi üçün hansı ifadələr doğrudur? İstilik ayrılır. Xeyr, istilik udulur burada. Mənfi 2-dür. Biz demişdik ki, molekullar əgər bir-birindən uzaqlaşırsa parçalanma reaksiyası kimi düşünürük. Mənfi 2 olmalıdır. Bu yanlış cavabdır. İstilik ayrılır, yox, udulurdu. Molekullar arası məsafə artır, düzdür. Molekullar burada sublimasiyadır. Bəli, bərkdən qaza keçid sublimasiyadır. 2, 3 olacaq A bəndi. Sonra 9 davam edirik. 9-da deyir ki, A-1, biraz yaxınlaşdırım. Y, A, Z, A plus 1-dir. Y təsirsiz qazdırsa, yəni məsələn 10-dursa, düşünün. Təsirsiz qaz neçənci qrupdur? 8A-dır, düzdür? Əgər təsirsiz qazdan bir vahid aşağı olanda bu halogen olur. Yuxarı olanda isə axı 8 qrupdur, 8-dən o yana yoxdur. Aşağı düşürük. Bir mərtəbə aşağı 1-ci A qrupuna gəlir. Ona görə belə nəticəyə gəlirik ki, X halogendir, düzdür. Z-in ən böyük oxşaşma dərəcəsi müsbət 5-dir. Xeyr, Z axı 1-ci qrupa düşür. Təsirsiz qazlardan sonra gələn sıra nömrəsi 1-ci qrupa düşür. Ona görə onun maksimum oxşaşma dərəcəsi müsbət 1 olur. 2 səhvdir. Eyni dövr elementlərdir. Xeyr, çünki Z aşağı düşdü. Bir mərtəbə aşağı düşdü. Ona görə yalnız B bəndi doğrudur. X müsbət 3 iyonunda olan elektronların sayı, diqqət, X müsbət 3 iyonunda olan elektron sayı, fosfor 15 mənfi 3 iyonunda olan elektronların sayından 3 vahid çoxdur. Biz birinci tapmalıyıq ki, görək 15 mənfi 3 iyonunda neçə elektron var? 21 elektron var. 21-dən 3 vahid çoxdur X-də, 24-dür. Biz də bilirik ki, 24 uçurum elementidir. Uçurum elementlərində, yəni necə idi uçurum elementi? Bir mis idi, bir də xrom idi, düzdür? Mis 29, bu da 24 də xrom. 2, 8, 8, 2 yox, 1 yazıb 5-ə tamamlayırıq. Bunu biz əzbərləmişik artıq, əzbər bilirik. Deməli, 1-24-də belədir, bir də 29-da. Bizə deyir ki, xarici elektron təbəqəsində 2 elektron var, 1 elektronu var. Gördüyünüz kimi xarici elektron təbəqədə. Bizə deyir ki, 11-də hansı halda qarışığın ayrılma üsulları doğru verilməmişdir? 2, 3, 2 yağdır, 3 sudur, yağ, emulsiya. Xromatoqrafiya ilə mi ayrılır? Xeyr, ayrıcı qıf üsuludur. Ona görə A düz cavabdır. 12-də deyir ki, 12-də 15 müsbət 5, bu kalsiyum müsbət 2, kükürt nə yazılıb bura üzr istəyirəm, deməli müsbət 4, bəli. Bunlarda deyir iyonlarda olan elektronların ümumi sayını, 10, 18, 16 müsbət 2-də bizdə müsbət 4 isə bizdə 12 eləyir. 16 müsbət 4, 12 eləyir. Yəni 4 elektronunu verdi. 12 elektron, 18, 10 cavab eləyir 40 düzdür. 13. Aqreqat hallar bəllidir. Suda həll olma qabiliyyəti maye amma olmasın deyir. Bizə də deyir ki, hansı maddənin su ilə qarışığı durultma. Bəli, ayrıcı qıf durultma üsulu maye suda həll olmayan. Məsələn, duru yağ su, neft su və s. Yəni 13 oldu A bəndi. Gəldik 14-cü suala. 14-də deyir ki, tərkibində 3 oksigen atomu olan birləşmədə oksigenin kütlə payı 30%-dir. Baxın, oksigen atomu olsun deyir tərkibində kimdirsə. X məsələn, O3 məsələn deyirəm. Burada 3 oksigen 3 ədəd olsun da, yəni atom sayı 3-dür. Və oksigenin kütlə payı, yəni bax bunun kütləsinə düşən pay 16-ın çevrəsində 48 edir. 48 30%-dir. Bəs ümumi kütlə həmişə tam hissə neçə faiz olur? 100. Düzdür? Bizdə də zaten ümumi birləşmənin molekul kütləsi, yəni 1 molunun ümumi kütləsi həmişə 100% olur. Onun içindəki bu omega da kütlə payıdır. 30% isə ümumi neçə olacaq? 100 olacaq. Burada da cavab edir 160 B bəndi. Və bizə deyir ki, iyonlaşma enerjilərinin artma ardıcılığı ilə müəyyən edir. Artma ardıcılığını müəyyən edin. İyonlaşma enerjisinin artma ardıcılığı biz demişdik ki, sağa və yuxarı, düzdür? Artma ardıcılığı deyir. Ən yüksək olan, bizdə qrupu yüksək olan, baxıram ki 3s2 3p5-dir. Bu halogendir. 7 qoyduq bura. Y ondan sonra 5 var. 7-ci qrup, 5-ci qrup. Sonra Z-i qoyuruq. Niyə Z-i qoyuruq? Çünki 3s1 4s1 qalıb. Kimin müqayisə eləyək? Qrupu ən kiçik, qrupu ən böyük olan olmalı idi. Amma baxıram qruplar eynidir. Düzdür? Ona görə dövrü ən kiçik olanı götürürəm. Çünki aşağı gəldikcə dövr üzrə aşağı gəldikcə əksinə iyonlaşma enerjisi azalır, metallıq artır. Bizə lazımdır yuxarıya gedək. Ona görə məsələn 4s1 mi, 3s1 mi desən, təbii ki 3s1 daha yüksək iyonlaşma enerjisinə malikdir. Ona görə Z ən axırda isə ən az isə X olacaq. Bizə deyir ki, artma ardıcılığı ilə düz. Ona görə X, Z, Y, T, Y bəndi olacaq 15-də. Aha, 16. 16-da deyir ki, X-i müəyyən edin. Kimyəvi hadisə X.
Yəni tap. Kondensləşmə, xeyr. Paslanma, bəli. Mis məmulatların üzərində yaşıl örtük, bəli. Ərimə, yaşıl örtük, yəni rəngin əmələ gəlməsi, çöküntünün əmələ gəlməsi, bu artıq nədir? Rəng dəyişməsi, yəni kimyəvi hadisənin əlamətidir. Ərimə, xeyr. Havadan oksigen alınması, xeyr. Sonra nə idi bizdə burada cavab? Deməli 2, 3, B bəndi. 17. 17-də deyir ki, doğru ifadəni müəyyən edin. Dövrü sistemdə qrup üzrə elektron mənfiliyin artdığı istiqamət. Qrup üzrə, yəni yuxarıdan aşağı və ya aşağıdan yuxarı. Qruplar bilirsiniz ki, sütunlar şəklindədir, düzdür? Elektron mənfilik yuxarıdan aşağı azalır. Aşağıdan yuxarı getdikcə isə artır. Bizə də deyir ki, artdığı istiqamət. Yəni aşağıdan yuxarıya doğru qrup üzrə metallıq azalır. Düzdür. Çünki aşağıya doğru metallıq artır. Bu hissədə metallıq azalır. Atom radiyası artır, səhvdir. Qrup üzrə yuxarıdan aşağı gəldikcə atom radiyası artır. İyonlaşma enerjisi azalır. İyonlaşma enerjisi isə bizə deyir ki, elektron mənfiliyin azalır yox. İyonlaşma enerjisi artmalıydı da. İyonlaşma enerjisi nə vaxt azalırdı? Aşağı doğru gəldikcə. Metallıq artdıqca azalırdı. İndi burada axı yuxarıdan aşağıdan yuxarı gedir. Burada metallıq azalır. İyonlaşma enerjisi artmalıydı. Amma burada azalır yazır. Ona görə səhvdir. Cavab yalnız bir D bəndi olacaq. 18-ə baxaq. 18-də deyir ki, baxın, M, X mənfi və N, Y mənfi 2 iyonlarının, elektronlarının cəmi 28-dir. Özümüz üçün yazaq, bax, elektron nədir? Bax, mənfi 1. Mənfi 1, o deməkdir ki, elektron alıb bir dənə. Ona görə N plus 1 olur. Y isə 2 dənəsini alır, N plus 2 olur. Deməli, bu ikisinin cəmi 28 eləyir. Bunu hesablayıb N plus N bərabər 25 yazaq. Qoy dursun qıraqda. Sonra deyir ki, X-in proton sayı, X-in protonu, yəni M-nin sayı, Y müsbət 4 elektronunun, Y müsbət 4 elektronunun sayından 3 vahid azdır. Y müsbət 4 nə deməkdir? Bax, Y N saydadır. Müsbət 4. Müsbət 4 o deməkdir ki, elektronunu verdi. N çıx 4 oldu. Bir də izah edirəm. Y, N sayda protonu var. Düzdür? Müsbət 4 elektronu nə deməkdir? N 4 elektronunu verdi. Yəni sol, çıx, sağ bərabərdir yük. Müsbət 4. İndi sol N-dir. Çıx, sağ bərabərdir müsbət 4. İndi sağ nə olacaq burada? N minus 4. Düzdür? Sağ olacaq N minus 4. N minus 4. Ya belə tənliklə, ya da ki bilirsiniz ki, müsbət 4, müsbət elektron verməkdir. Neçəsini verib? 4-ünü. Deməli, protondan 4-ünü çıxırsan. N minus 4. Tamam. Deyir, bundan da 3 vahid azdır deyir. X-in proton sayı N minus 4-dən Y müsbət 4 elektron sayından 3 vahid azdır. Yəni, N minus 4-dən hələ bir 3-ü də çıxmalısınız. Neçə eləyəcək? N minus 7. N minus 7 nə oldu? X-in protonu, yəni M. Aparıb M-in yerinə, bax buradakı M-in yerinə N minus 7 yazırıq. Düsturda yerinə qoyub tapırıq ki, N bərabərdir 16. Y-in proton sayını müəyyən edin deyir C bəndi. Gəldik 19-cu suala. Maddəmiz verilib dəm qazı, mol sayı A, donor atomun rabitə əmələ gəlmədə iştirak edən ümumi elektron sayı. Baxın, donor atom deyəndə siz bilirsiniz ki, donor akseptor rabitə cüt elektron və akseptor sahənin iştirakı ilə yaranan rabitədir. Düzdür? Deməli, kovalent rabitənin yaranma mexanizmi 2 yerə bölünürdü. Hansları idi? Biri mübadilə mexanizmi idi. Biri səndən, biri məndən. Biri səndən, biri məndən. Birini donor qoyurdu. Burada indi söhbət donordan gedir, oksigendən gedir də. Donor görürsünüz ki, mübadilə mexanizminə zaten ikisini qoyubdu, 2 elektronunu qoyubdu. Bu 2 dənə rabitə kovalent rabitənin hansı mexanizmi ilə əmələ gəlib? Mübadilə mexanizmi ilə, düzdür? Bir elektron səndən, biri oksigenin elektronlarına bir dənə baxaq. Oksigen neçənci sırada yerləşirdi? 8-də, düzdür? 8-ə yerləşir 2 və 6. Hə, oksigenin biz nəyinə baxırıq? Elektronlarına baxın. Deməli, bax 1, 2, 3 və 4. 4 dənə orbitalında elektron var da, düz deyil. Xarici negativ səviyyədən danışıram. 6 elektronu böləndə 2s2, 2p4. Bax, 2s2, 2p4. Bax, bu 1. P'yə baxın. P'yə baxın. 1, 2, 3. Bu da 4-cü. Bax, cütlərinin sayını görürsünüz. Bax, bu 1 cüt. Bu da 2-ci cüt. Bax, bu 1 cüt. Bu da 2-ci cüt. İndi karbonla həmin o təklərini istifadə eləyir. Mübadilə mexanizmində. Bax, bu birini, bu da ikisini istifadə elədi. Bu oldu mübadilə. Bu cütünü isə, bax, bu cütünü isə, yalnız bir cütünü isə karbonun donor akseptorda iştirak edən o akseptor sahəsinə qoyur. Boş sahəyə. Bu olur donor. Deməli, donor atom cəmi neçə elektron istifadə eləmiş oldu? 4 elektron. Bunu ətraflı şəkildə dərslərimizdə izah eləmişəm əslində. Yadınıza düşürsə, bilmirəm. Karbonun da bax, elektronlarını açaq. Karbon 6-dır sıra nömrəsi. 2, 4. Düzdür? 2s2, 2p2. Baxın, 2s2, 2p2. Bax, 3 yer, 3 xana, 1, 2. Bax, bu boş xanadır da, bu boş sahədir. Karbon, bax, istifadə edir mübadilədə bir tək elektronu, digər tək elektronu. Bax, budur. Bir tək elektron, digər tək elektron. Bax, başında elə bir düşünün, biri bu, biri də bu. Lakin bu hissəsi boşdur. Bir dənə də cütü var. Cütünü də bura qoyaq. Hə. Oksigende necə idi vəziyyət? Bir tək, bu ikinci tək, bu boş nəymiş? Buradakı cütü, bax burada cütü var. Bir də burada cütü var. Axı 2 dənə cütü var idi oksigenin. 2 dənə cütü var idi oksigenin, düzdürmü? Həmin o cütlərdir də. Bax, bir cüt, iki cüt təkləri. İndi təklərdən harda istifadə elədi? Mübadilədə. Bunu bax qaralayaq. Bu bir mübadilə reaksiyası mexanizmi. Bu da digər mübadilə mexanizmi. Yəni biri səndən, biri məndən. Amma donor akseptor mexanizmində isə donor cüt elektron qoyur. Mütləq və mütləq. Akseptorun isə boş sahəsi olur. Yenə 3 qat rabitənin yaranmasında istifadə olunan elektron sayı 3-ü götürüb 2-yə vurursan edir 6. Yenə 6 elektron. Biz rabitəni 2-yə vuranda rabitədə iştirak edən elektron sayını tapmış oluruq, düzdür? Lakin o 6 elektronun
neçəsini fakt oksigen qoydu? 6 elektronun fakt neçəsini? 6 elektronun 4'ünü. Bakın ikisini mübadilədə istifadə edib. Baba ikisini mübadilədə istifadə edib. İkisini də donor akseptorda istifadə edir. İndi sənə deyir ki, donor atomunun rabitə əmələ gəlmədə iştirak edən ümumi elektron sayı, rabitə əmələ gəlmədə iştirak edən ümumi. İkisini mübadiləyə qoydu, ikisini də donor akseptora. Deməli bu 4'dür. A sayda da molu var. Neçə olacaq ümumi? 4A. X'i tapın deyir. Yəqin ki, burada X'i verməyib nədir? Düşünürük ki, X burada, yəni ümumi əmələ gələn belə deyək də rabitədə iştirak edən elektron sayıdır. Neçə mol girirsə, məsələn 2 mol deyirsən, 2-ni 4'ə vursan 8, 1 mol deyirsən, 1'i 4'ə vursan 4. Yəni cavab olacaq 4A, B bəndi. Bilməm anlata bildikmi? Sonra 20-ci suala baxaq. X, Y, Z qazlarının sıxlıqları X böyük. Bilirsiniz ki, qazların sıxlığı onların molekul kütlələri ilə deməli uyğun gəlir. Molekul kütlələri qazlarda rho bərabərdir M vurulsun V. V'ni normal şəraitdə konstant götürürük 22,4. Düzdür? Gördüyün kimi bu sabitdir. Amma rho M-lə belə deyək düz mütənasib gedir də. M neçədirsə, rho da ona uyğun olur. Yəni məsələn deyirəm ki, oksigenin kütləsi 32-dir. Məsələn deyirəm azotun isə 28-dir. Kütlə verilib də uje. Bəs deyirəm bunların sıxlıqları necə olur? Onda da kimin kütləsi çoxdursa, sıxlığı da çoxdur. Ona görə kütləsi çox olan sıxlığı çox olur. İndi sıxlıqları verilib. X-in sıxlığı ən çoxdur. Deməli X-in molyar kütləsi ən böyükdür. Düzdür. Sıxlığı çox olanın elə kütləsi də çoxdur. Bərabər kütlədə götürüldü, tutduğu həcmlər eynidir. Bərabər kütləyə gələndə unutmayın. Kimin? Bax bərabər kütlə deyirsən də məsələn 32 qram oksigen olsun, azot olsun və yaxud da məsələn bir dənə helium olsun. Bu da 4 qram. Bax bərabər kütləyə gətirmək o deməkdir ki, hamını eyni ədədə gətirməyə çalışırsan da. Məsələn 32-yə gətirmək üçün ən böyüyə gətirməyə çalışırsan. 8 4-ü neçəyə vurmasan, 8-ə vurmasan. 28-i məsələn neçəyə vurmasan burada indi bir tam məsələn də bir tam neçəyəsə vurmalısan, düzdür? 32 isə 1 qalır. Kim? Baxın ən çox kimin molekul kütləsi çox oldu? Kimin həcmi çox oldu? Kütləsi kiçik olanın. Ona görə də yalnız bir düzdür. Bərabər kütləyə gələndə tutduğu həcmlər eynidir? Yox, qətiyyən. Bərabər kütlələrdə molekul sayları indi yox, qətiyyən. Gördük ki, normal şəraitdə tutduğu həcm deyəndə 22,4-ə vurmalısan da. Bir var 8-i vurasan 22,4-ə, kimin həcmi çox oldu? Bir var 1,5-i, bir də var 1-i. Təbii ki, bu 22,4, bu nə bilim 33,6 məsələn atıram. Bu isə 8-i 22,4-ə vuranda görürsən böyük ədəd alınır. Deməli cavab olacaq yalnız C 20-də. Sonra deyir ki 21-də A-nın tərkibində daxil olan azot öz fərdi xassiyyətini itirir. Biz demişdik ki, əgər qarışıqdırsa hamı öz xassiyyətini saxlayır. Amma qarışıq deyilsə itirir xassiyyətini. Məsələn deyirəm ki, sən qrup yoldaşlarınla eyni evdə yaşayırsan, düzdür? Hərə öz xassiyyətini saxlayıb. Biri deyir mən soğanlı yemək yemirəm, biri deyir yeyirəm, biri deyir 5-də yatıram, biri deyir 3-də yatıram. Sənin qrup yoldaşın xaosdur bura. Öz fərdi xassiyyətini saxlayır. Kim? Kim saxlayır? Qarışıq. Qarışıq öz fərdi xassiyyətini saxlayır. Burada deyir ki, itirir. Öz fərdi xassiyyətini itirir. Yəni məsələn natrium ilə xlor arasında reaksiyadan yeni bir maddə əmələ gəlir və mən bu maddəni yeyəndə zəhərlənmirəm, ölmürəm. Düzdür, çox duzda ziyandır, amma duzsuz da yemək təsəvvür edə bilmirəm. Lakin xlor qazı zəhərlidir. Natrium qələvi yeyici metaldır. Yəni bu ikisini də istifadə edə bilmərik, düzdür? Amma natrium xloru yeyirik və heç nə olmur. Gördün? Öz fərdi xassiyyətini itirir. Deməli saf maddələr tərkibinə daxil olan azot öz fərdi xassiyyətini itirdi. Tamam. İndi deməli azot nədir? A. Saf maddədir ki, öz fərdi xassiyyətini itirib də. B-nin tərkibindəki azot isə fiziki üsullarla ayırmaq olur. Kimi fiziki üsullarla ayırmaq olurdu? Qarışıqları. Deməli B qarışıqdır. A saf maddədir. B-ni qarışıq götürmüşük. Yadınızda çıxartmayın. İndi B-ni əmələ gətirən maddələri yalnız müəyyən kütlə nisbətində götürmək lazımdır. Xeyr. Kütlə nisbətinin dəxli yoxdur. Biz demişik qarışıq, belə deyək də, xaosdur. Qarışıq nədir? Xaos. Hərə öz kafasına görə yaşayır. Hərə öz beyninə, ağlına görə yaşayır. Mən heç bir kimə deyə bilmərəm ki, sən xahiş edirəm 45 kilonu keçmə. Aman Allah, sən kökəlməsən, arıqlama. Belə deyə bilmərik. Düzdür? Kütlə nisbəti müəyyən olunmamalıdır qarışıqda. Biz də beyni qarışıq götürmüşük. B-də hamı istədiyi kimi kütlədə ola bilər. Amma safın əmələ gəlməsə kütlə nisbəti qorunur. Mən deyirəm ki, H2 plus O2 alınır H2O və mütləq götürülməlidir burada 4 qram hidrogen 4 qram, oksigen də 32. Belə götürülməlidir. Məcbursan bunu eləməyə. Bu nisbəti qorumağa məcbursan. Safda, qarışıqda yox. Diqqət. Ona görə 2 səhvdir. Çünki B qarışıq idi bizdə. A eyni növ molekullardan ibarət olsa da, bəli, saflarda eyni növ molekuldur. B müxtəlif növdür. Bəli, hava qarışıqdır, dəniz, çay, bulaq suyu eyni növ deyil də, müxtəlif molekullar var. Havanın içində müxtəlif molekul var məsələn. Yaxşı, izah aydın oldu məncə. Keçirik buradan 22. Deyir ki, CO, yəni dəm qazının əmələ gəlmək istədiyi A-dır, karbon qazının əmələ gəlmək istədiyi B-dir və bizdə istilik effekti var. İstilik effekti Hess qanununa görə bilirsiniz ki, deməli, bunun əmələ gəlmək istədiyi mütləq əmsala vurmalıyıq da. Məhsulların əmələ gəlmək istədikləri cəmi çıxılsın, başlanğıc maddələrin əmələ gəlmək istədiklərinin cəmindən. Lakin bəsit maddənin əmələ gəlmək istədiyi 0 qəbul olunur. Burada karbon qazına B veribdi, əmələ gəlmək istədiyi, burada 2B götürürəm, dəm qazına isə A veribdi, 2A götürürəm, B çıx A olur. B çıx A niyə görə? Bax burada A çıx B-dir, bu da A çıx B-dir. Yəni 3 4 getdi, səhv cavabdır. B çıx A-dır. Və nə üçün B-ni A-dan böyük götürdüm mən? Yəni nəyə görə cavabı 2-ni götürmüşük? Çünki müsbət Q alınıbdır. Müsbət ədəd almaq üçün böyük ədəddən kiçik ədədə çıxmaq lazımdır. Kiçik ədəddən böyük ədəd çıxılanda mənfi alınır. Bizdə də müsbət alındığına görə cavab yalnız 2, Y bəndi doğrudur. Gəldik bura. 23-də nə deyir? Dövrü sistem cədvəlində eyni dövrdə yerləşən, eyni dövrdədir. Eyni.
X, Y, Z qeyri-metal atomları üçün iyonlaşma enerjisi ən böyük olan Y-dir. Nəyə görə bura yazdım? Bax, soldan sağa doğru getdikcə iyonlaşma enerjisi ən böyük olan Y-dir deyir. X-in reduksiya edicilik qabiliyyəti Z-dən kiçikdir. Reduksiya edicilik, yəni metallıq xassəsi, radius, bax bunlar eyni belə deyək, mənaya gələn necə deyim sizə terminlərdir ha, kəmiyyətlərdir. İndi deyirəm ki, reduksiya edicilik qabiliyyəti Z-dən kiçikdir. Yəni metallıq Z-dən kiçikdir. Yəni elektron vermək daha zəifdir Z-də baxmış. Axı biz demişik ki, soldan sağa doğru reduksiya edicilik azalır, elektron vermək azalır, metallıq azalır. Ona görə X daha az reduksiya edicidir Z-də nisbətən. Bax belə düzürük. Deyir hansı ifadə doğrudur? Y ən güclü qeyri-metaldır. Düzdür. Biz deyirik ki, qeyri-metal soldan sağa gəldikcə artır. Y ən güclü qeyri-metal, bunu üzr istəyirəm, Y oxuduq. Atom radiusları arasında məsafə. Radius Y-də ən kiçikdir. Burada ən böyük yazır. Bax biz demişik radius azalmalıdır. Sola doğru, sağa doğru getdikcə qeyri-metalla doğru radius azalır. Radius, reduksiya edicilik, elektron vermə qabiliyyəti, elektron vermə, bunlar bir ölçülən kəmiyyətlərdir. Radius artırsa, reduksiya ediciliyi artır, metallıq artır, elektron vermə artır. Lakin qeyri-metallığa doğru gediriksə, radius azalmalıydı. Proton sayları isə bəli, eyni dövrdə soldan sağa doğru getdikcə proton sayı artır. Ona görə cavab 2, 1 və 3 düzdür. Cavab 1, 3. Sonra 24-də deyir ki, 24-də deməli 24-də bizə verib X, Y2 birləşmədə X-in kütlə payı 20-dir. Və bizdən X2, Y3 birləşməsində kütlə payını soruşur. Ona görə necə edirik? Omega X birinci birləşmə üçün yazıram. X bölünsün, X plus 2Y. Düzdür, ümumi kütləyə bölürük də kütlə payı tapanda. Vur 100 bərabərdir 20%. Burada ixtisarlarımızı falan aparırıq və 5X bərabərdir X plus 2Y və s. Burada 2X bərabərdir Y-in olduğunu tapırıq. Bunu qoyuram bir kənara. Sonra isə gəlib yerinə qoyuram 2x 3y birləşməsi üçün yazmalıyıq indi. Baxın, 2x bölünsün 2x plus 3y vurulsun 100-ə. 2x-in yerinə neçə yazım? Y yazım. Burada da 2x-in yerinə y yazım. Y-i 4y bölüb vururam 100-ə eləyir 25%. 24 oldu 25%. Digər 25-ci sualda deyir ki, 2x deməli 3y birləşməsində x-in kütləsinin y-in kütləsinin nisbəti 9/16-dır. Və x elementinin neytron sayı 14 olarsa, x-in neytron sayı 14 olarsa, proton sayını tap deyir. Tamam, gəlin tapaq. Baxın, kütlə nisbəti deyəndə baxıram ki, burada 2x. Deyirəm 2x bölünsün 3y, kütlə nisbəti neçədir? Nə deyir onu yazıram. 2x 3y bölürəm, 9/16 düşür. Düzdür? 2x böl y-in yerinə isə y-in atom kütləsini veribdir. 32 qoyuram, ixtisarlarımızı aparırıq və s. X-i buradan 27 tapırıq. Bu adi hesablamadır. X-i 27 tapıram. X-in bizdə neytron sayını veribdir 14. Bəs proton neçə olacaq? Təbii ki 13. İndi isə 26. 26 deyir ki, tərkibində eyni sayda hidrogen atomu olan, deməli bu alkan molekulu etan və asetilen qazları qarışdırılır. Qarışığın orta malyar kütləsini tap. M ortanı tapmaq üçün təbii ki biz bunları Nu1, M1, Nu2, M2 bölünsün Nu1 plus Nu2 düsturuz da, düzdür? İndi mən bunların mol sayını tapmalıyam. Amma şərtim var, deyir ki, tərkibində eyni sayda hidrogen atomu olsun. Etan molekulunda C2H6, asetilen də əslində 2-dir hidrogen. 6 eləmək üçün 3 mol yazmalıyam etan asetilin molekuluna. Ona görə 1 vur 30, dəqiqə 3 vur 26 bölünsün 4 və 108 böl 4 cavab burada alınır. Keçirik, burada cavab alınır 27. Keçirik 27-ci suala. 27-ci deyir ki, elektron formulu verilibdir, uyğunluğu müəyyən eləyin. Normal halda bir tək elektronu var. Normal halda bir tək elektronu olan kimdir? Burada baxıram ki, bax 7-ci qrupdur. 7-ci qrupun bir tək elektronu olur. Ona görə 3-ə A yaza bilərik. Sonra deyir ki, oksidləşdirici ola bilməz. Oksidləşdirici kimdir? Elektron almaq. Kim elektron ala bilmirdi? Yadınıza salaq, metallar. Burada hansı metaldır? Yalnız 4s2. Demişdik ki, üzəri 1, 2, 3 ilə bitən metallardır. Lakin oradan istisna eləmişdik kimi hidrogen, sonra axırı helium 4-dür, sonu 2 ilə bitir və bor 5-dir, 2, 3, sonu 3 ilə bitir. Bitsə də bunlar metal deyil, qeyri-metaldır. Bu istisnaydı. Yadınızdadır, amma qalan üzəri 2, 1, 2, 3 ilə bitənlər metaldır. Ona görə ola bilmir deyir. B-ni buraya yazıram. C-də deyir ki, baş oksidi RO2-dir. Yəni baş oksidi RO2-dir. Yəni bu neçənci qrup olsun? Bu 4-cü qrup olsun. Baxın görün burada 4-cü qrupum varmı? Baxaq, bu 2-ci qrupdur, bu 6-cı qrupdur, bu 7-ci, 4-cü qrupum yoxdur. 3 həyəcanlanma enerjisi xarakterlikdir. Ən maksimum Y1, Y2, Y3. Yadınıza gəlir, dərsdə bu bizə demişdik biz bunu. 7-ci qrupda mümkündür bu. 7-ci qrupda kimdir? Biri Z-dir. Ona görə D-ni yazırıq 3-ə. RH2 tipi uçucu birləşmə, uçucu dediyinə görə və RH2-dir. Uçucu olmasa desəydi, bu ikinci A qrupuydu, metallar. Uçucu dediyinə görə RH2. Bu, biz yadınıza gəlir, uçuculara hardan baxırıq? 4-dən sonraya. 4, 5, 6. Bu neçənci elektronu var? Bax, buna baxın. İçində hidrogen sayı var, 2. Biz də demişik ki, qeyri-metallar ki, başlayır biz dediyi 4-cü qrupdan. Hamı özünü 8, oktet vəziyyətə çatdırmaq istəyir. İndi bu neçənci qrupdur ki, buna 2 dənə elektron lazımdır. Onu da hidrogenden alıb özünü tamamlayıb oktetə. Deməli, bu 6-cı qrupdur ki, 6-dır ki, buraya yazdım. 6-dır ki, ikisini də alıb 8-ə özünü çatdırıb. Deməli, bu olacaq 6-cı qrup RH2 tipli. Y-ni yazacağıq. Baxın, Y-ə. Baxın 6-cı qrupa. Bu qədər 27 sualın izahını etdim sizin üçün.